Hər kəsə salam, kanalıma xoş gəlibsiniz. Bu kadrda mən və Ruat sizlərə video haqda ətraflı məlumat verirdik, lakin səs keyfiyyəti yaxşı olmadığı üçün qərar aldım ki, ən yaxşısı videonu səsləndirim. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyası Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Art Klubu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Kriart Klubunun birgə təşkilatçılığı ilə həyata keçirilən 8 noyabr Zəfər gününün 5-ci il dönümünə həsr olunmuş Zəfər Ruhumuzun Qələbəsi adlı konsert proqramının həm kadr arxasını, yəni hazırlıq prosesini, həm də konsertin özündən bir neçə kadr sizlərlə paylaşacağım. Introda da bu haqda məlumat aldınız. Əgər sizə maraqlıdırsa, izləməyə davam edin. İlk kadrlardan da gördüyünüz kimi tədbirimiz Dövlət İdarəçiliyi Akademiyasının akt salonunda təşkil olunacaqdır və tədbirin başlamasına bir neçə saat əvvəlcədən həm DİA Tələbə Gənclər Təşkilatı, həm də ADMİU Tələbə Gənclər Təşkilatının heyəti artıq akademiyada idi və işə başlamışdı. Buradan hər birini salamlayıram. Kadrda onları görürsünüz. Ümid edirəm ki, videonu izləyirlər. Əgər izləyirlərsə, rəylərdə öz fikirlərini bölüşməyi unutmasınlar. Biz isə keçək videomuzun ardına. Burada hazırlıq prosesi davam edir. Biz yavaş-yavaş həm çıxışlara baxırıq, həm səs sistemi olsun, səhnə olsun, hər birini tənzimləməyə çalışırıq. Mən isə təbii ki də vlog çəkirəm. Burada hər birini görürsünüz rahat bir şəkildə. Artıq qonaqlarımız gəlməyə başladı. Həm DİA-nın tələbələri, həm ADMİU-nun tələbələri, həm də digər universitetlərin tələbələri də burada iştirak edirdi. Artıq hər kəs yavaş-yavaş toplaşır, biz isə öz işimizə davam edirik. Artıq xüsusi qonaqlarımız da gəldi və biz yavaş-yavaş tədbirimizə başlayırıq. Son hazırlıq prosesləri də gedəndən sonra tədbirimiz başlayır. İlk olaraq DİA Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən Art Klubunun sədri Şərəf xanım çıxış edir və hər kəsi salamlayır. Tədbirin açılış nitqi üçün söz Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının Elm və Beynəlxalq Əlaqələr üzrə prorektoruna Riyaziyyat Elmləri doktoru Elvin Əzizbəyova verilir. Elvin Əzizbəyov nitqini söylədikdən sonra isə çıxış üçün söz Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq Əlaqələr üzrə prorektoruna Sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovaya verilir. Ondan sonra isə DİA Tələbə Gənclər Təşkilatının sədri İxtiyar Mahmudzadə və ADMİU Tələbə Gənclər Təşkilatının sədri Fidan xanım çıxış edir. Sonra isə keçid edirik bədii hissəyə. Bədii hissədə Azərbaycan Respublikasının əməkdar artisti Akşin Abdullayevi səhnəyə dəvət edirik. İfa edir Ruhum Qarabağda. Əməkdar artist Akşin Abdullayevə bu gözəl ifasına görə təşəkkürümüzü bildiririk və keçid edirik ikinci çıxışımıza. ADMİU-nun xanəndə tələbəsi İsmət Əliyev və dəyərli musiqiçilərimiz səhnəyə dəvət olunur. Onlar xalq çalğı alətlərində Xudayar təsnifini ifa edirlər. Ruhumuzu oxşayan bu ifaya görə İsmət Əliyevə və musiqiçilərimizə təşəkkürümüzü bildiririk. İlmiq rəqs qrupunu səhnəyə dəvət edirik. Şuşanın dağları. Simıq rəqs qrupuna təşəkkürümüzü bildiririk və səhnəyə ADMİU-nun xanəndə tələbəsi Aynur Ağamalıyeva dəvət olunur. Bu gözəl ifaya görə Aynur xanıma təşəkkürümüzü bildiririk. Keçid edirik tədbirimizin ən maraqlı hissələrindən biri olan səhnəciyə. Səhnəciyi canlandırır ADMİU Kriart Klubunun sədri İntizar bəy və Aynur xanım. Həqiqətən də çox təsirli idi. Onlara da öz təşəkkürümüzü bildiririk. Burada isə bizim heyəti görürsünüz, hər zamanki kimi iş başındadırlar. İndi isə xalq çalğı alətləri ansamblinin müşayiəti ilə istedadlı ifaçımız ADMİU tələbəsi Rəhimə Qəfərli Azərbaycan mahnısını ifa edir. Rəhimə xanıma və musiqiçilərimizə təşəkkürümüzü bildiririk. Digər çıxış isə Aynur xanımın çox gözəl bir rəqsi idi. Həqiqətən də bu rəqsi çox bəyəndik. Tədbirimiz yavaş-yavaş yekunlaşır. İndi isə növbəti istedadlı gənc ifaçı Şahbaz Alini Azərbaycan mahnısı ilə səhnəyə dəvət edirik. Gənc ifaçımıza bu gözəl ifaya görə təşəkkür edirik. İndi isə istedadlı tələbəmiz Nəlbəki rəqsini ifa edir.
Bu gözəl rəqs üçün ona da öz təşəkkürümüzü bildiririk. Son olaraq isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xanəndə tələbəsi Aynur Ağamaliyeva səhnəyə dəvət olunur və ifa edir Ey Vətən. Bununla da tədbirimiz yekunlaşır. Şərəf xanım hər kəsə tədbirdə iştirak üçün təşəkkürünü bildirir və onları 8 noyabr Zəfər günü münasibəti ilə bir daha təbrik edir. Tədbirimiz möhtəşəm keçdi. Hər kəs çox bəyəndi. Təbii ki, biz də işimizdən razı qaldıq. Hər kəsə bir daha öz təşəkkürümü bildirirəm. Sonda isə ümumi foto çəkdirdik. Burada da həm DİA-TQT, həm də ADMİ TQT-nin tələbələrini görə bilərsiniz. Hər biri çox fəal və aktiv tələbələrdir. Buradan da bir neçə kadr sizlərlə paylaşıram. Sonra isə hamımız ümumilikdə sizlərlə sağollaşırıq. ADMİ TQT ilə işləmə həqiqətən də xoş oldu. Ümid edirəm ki, onlar da bizdən razı qaldı. Sonda isə Dövlət İdarəçilik Akademiyasının tələbələrlə iş üzrə koordinatoru Murad müəllimi sizə bir neçə sözü var və onun ifasında Sarı Gəlini dinləyə bilərsiniz. Hər kəsə öz təşəkkürümü bildirirəm. Yeni videolarda görüşənədək.